Esselamu Aleyküm ve Rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil Alemin. Vessalatu vesselamu ala Resulillahil Emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين سيما الحجة بقية الله في الأراضين أوصيكم ونفسي بتقوى الله. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. İmam Həsən əleyhissalamdan bir hədis oxuyacağım sizin üçün inşallah ki buyurur, hər kəs bir şərtə əməl eləsə, onun duası qəbul olunar. Müqəddimə olaraq bir daha demək istəyirəm ki, Allahın nəzər elədiyi ən mühüm yer bizim qəlbimizdir, insanın qəlbidir. Allah üçün çox mühüm, ən mühüm olan məsələ budur ki, biz ruhi baxımdan hansı vəziyyətdəyik, mənəvi baxımdan hansı haldayıq. Hər hansı bir problemə düşdüyümüz zaman, müşkülə düşdüyümüz zaman, bizi istəyən adamın, məsələn, bizim anamızın, bizi ən çox istəyən insanlardan birinin əsas istəyi bizdən nə olur? Bu olur ki, biz özümüzü çox narahat eləməyək. Bizi sevən adamlar bizim problemə düşdüyümüzü gördükləri zaman ilk olaraq bizim halımızdan narahat olur. Problemdən daha çox onları bizim narahatçılığımız üzür, narahat eləyir. Bizə təsəlli verirlər ki, üzülmə, fikir eləmə, özü əldən salma, dərd çəkmə. Önəmli olan bizi sevənlər üçün bizim ruhi halımızdır, mənəvi halımızdır. Biz deyirik ki, axı, problemim çox böyüdür, sıxıntım çoxdur, o da deyir, olsun problem. Amma özünü bu qədər də narahat eləmə, özünü bu qədər də üzmə. Bizi sevən adamlar bizim problemimizin həllinə kömək eləməmişdən əvvəl bizə bunu deyirlər, bizim qəlbimizin aram olmasını istəyirlər, narahat olmamağımızı istəyirlər. Allah bizi sevənlərin hamısından nə qədər mehribandır. Allah bizə analarımızdan nə qədər mehribandır. Biz hamımız təsdiq edərik ki, çox mehribandır. Amma təəssüf olsun ki, biz Allahın nə qədər mehriban olduğunu başa düşməmişik. Başa düşmək elə də asan məsələ deyil. Biz Allahın bizi nə qədər sevdiyini, bizə nə qədər mehriban olduğunu anlaya bilmirik, təsəvvür edə bilmirik. Nəzəri baxımdan eşidirik, bilirik, amma biz şuuraltı olaraq düşüncəmizdə Allahın bizi nə qədər sevdiyini anlaya bilmirik, başa düşə bilmirik. Bizim çox məsələlərə düz yanaşmamağımızın səbəblərindən biri də budur ki, biz Allahın bizi çox sevdiyini anlaya bilmirik, başa düşə bilmirik. Ana ən mehriban varlıqdır gördüyümüz insanlar içində məsumları çıxdığımız halda, çıxmaq şərti ilə. Amma ananın məhəbbəti hara, Allahın məhəbbəti hara? Müqayisə olunmaz dərəcədə çoxdur. Bunu insan bütün həqiqəti ilə, mahiyyəti ilə başa düşməsi çox vacibdir. Biz nəinki Allahın, imamların, peyğəmbərlərin bizə olan məhəbbətini tam şəkildə anlaya bilmirik, başa düşə bilmirik. O məhəbbəti hiss edə bilmirik. Çox danışmışıq əleyhissalamın, peyğəmbərimizin, digər imamların bizə olan eşqi, məhəbbəti haqqında. İnsanlar bəzən təəccüblə baxır, bəzən qəlbləri inanmır ki, adam adamı bu qədər sevə bilər. Düşünə bilmirlər, başa düşə bilmirlər. Bununla bərabər bütün peyğəmbərlər, imamlar hamısı bizə deyir ki, Allah sizə qarşı bizdən çox-çox rəhimlidir.
Məsələn, ananın rəhməti 1-dirsə, imamların rəhməti 99-dur bizə qarşı. O 99 Allahın rəhmətinin qarşısında 1-dir. Belə bir müqayisə aparılır hədislərdə. Məsumların bu qədər bizi sevməsi ilə yanaşı, Allahın bizə eşqi, məhəbbəti nə qədərdir? Bu məşhur hədisi çox eşitmişsiniz ki, Allahın Rəsulu Peyğəmbərimizin mövludunu qeyd elədi, hər yerdə də onun rəhmət Peyğəmbəri olması haqqında danışdıq. O qədər bizi sevməsi ilə Allahdan istəyir ki, ilahim, mən ümmətimi çox sevirəm, bilirsən. Və xahiş edirəm səndən ümmətimi sorğu-suala çəkəndə onların əməllərini, günahlarını başqa peyğəmbərlərə, başqa insanlara göstərmə. Qoy bir mən bilim, bir sən. Başqaları bilməsin, ki, onlar xəcalət çəkməsin. Bu hədisləri deyir, amma inanmırıq bu hədislərə. Allah da buyurur ki, düzdür sən rəhmət peyğəmbərisən, amma mən ərhəmur rahiminəm. Mən rəhimlilərin rəhimlisiyəm, mənim peyğəmbərim, narahat olma, heç sənə də göstərməyəcəm onların günahlarını. Mənimlə öz aralarında, xəlvətdə hesab kitab olunacaqlar. Xəlvətdə haqq hesaba çəkəcəm ki, heç sən də xəbər tutmayasan. Yəni, bu Allahın bizə olan mərhəmətidir. Allah bizi bu qədər sevirsə, bizim problemli, müşkülə düşdüyümüz anlarda Allah bilirsiniz hansı mövqeydə dayanır. Allah'a mövqey demək düz deyil. Yəni, başa düşülmək üçün bu sözlərdən istifadə edirəm. Allah bizə təsəlli verən tərəfdir problemlərdə. Bizi çaşdıran bilirsiniz nədir? Biz deyirik ki, problemi özü yaratmasın ki, təsəlli də verməsin. O uzun bir fəlsəfi bəhsdir. Keçmişdə buna işarə eləmişik ki, biz bu təkamül yolunu qət eləmək üçün hökmən dünyaya gəlməliydik. Dünyadan gedib əbədiyyətə qovuşmalıyıq. Dünyaya da gəldiyimizə görə dünyanın özünün təbii sıxıntıları, çətinlikləri var. Bu zəruri bir məsələdir. Allah burada çətinlik yaradan yox, çətinlik zamanı təsəlli verən tərəfdir. Ürəyi yanan tərəfdir. Biz buna inanmamışıq. Allah üçün bizim problemlərimizdən önəmli olan bizim özümüzü, bizim ruhi vəziyyətimizdir, problemlərimizə yanaşmamızdır. Allah gör nə qədər nəzər eləyir bizim qəlbimizə. Bir problemlə qarşılaşdığımız zaman Allah bizə təsəlli verir ki, bu qədər üzülmə, bu qədər sıxılma, bu qədər narahat olma. İstəyir ki, biz narahat olmayaq, özümüzü üzməyək. Problem zamanı qanımız qaralır, Quranda işarə olunur. Rəbbi əhanəni. Deyir, onlara elə ki, sıxıntıya saldıq, deyirlər, Allah bizi xar elədi. O saat ruhdan düşürlər. Sıxıntıya düşən kimi, problemə düşən kimi, sıxıntıya düşən kimi narahat olurlar. Allah da deyir, mənə bax, aram ol, mənə diqqət elə, aram ol. Allah istəyir, problemlər zamanı bizi sakitləşdirsin, biz ona fikir vermirik, problemə qərq oluruq. O da bizi çağırır ki, mənim ürəyim yanır, istəmirəm qəlbim bu vəziyyətdə olsun, bu qədər sıxılasan, bu qədər əziyyət çəkəsən. Allah üçün çox mühüm olan nədir? Allah üçün ən mühüm olan sizin xoşhal olmağınızdır. Problemlərimizdən mühüm olan budur. Allah üçün ən vacib məsələ budur. Bütün hadisələrdən mühüm olan bizim mənəvi sakitliyimizdir. Problem zamanı qulağımızı diqqət kəsilək Allahın düzdə səsini eşitmirik. Problem elə bundadır ki, eşitmirik. Ona diqqət yönələk, görək ki, o nə qədər bizim üçün belə deyək də narahat ola bilsəydi narahatdır. Allahdır deyə adam söz də tapmır onun barəsində desin. Söz ata-anadan gəlmişkən, mən başqa bir sadə misal deyim. Siz misalların sadəliyinə baxıb deməyin mövzu sadədir, mövzu çox dərindir. Mən çalışıram sadələşdirim, ən sadə misallar çalışıram tapım ki, mövzunu asanlaşdırım hamı üçün.
Çünki burada axı müxtəlif insanlar oturub. Ali təhsilli insanlar var, cavanlar var, yaşlılar var, yaş kateqoriyaları fərqlidir, elmi səviyyələr fərqlidir. Belə məclisdə danışmaq auditoriyada danışmaqdan daha çətindir. Çünki burada hamını qane etməlisən. Odur ki, mən ən aşağı düşüncə səviyyəsi olan insanı nəzərdə tutub danışmağa məcburam ki, o digərləri daha yaxşı başa düşəcək hər halda. Ata-anadan bir misal çəkim. Məsələn, deyirik ki, ata-ana bizim problemimizə narahat olur. Birdən problemimiz ata-anaya görə yaranarsa, onda necə olur? Məsələn də sadə misal deyir, uşağına deyir ki, dur bu yeməyi qarışdır. Qarışdıranda birdən tökülür üstünə, əl-ayağı yanır. Onda ana nə qədər narahat olur? Ki, Allah məni öldürsün, mənə görə oldu. Ya məsələn, övladını göndərir bir iş üçün, yolda başına bir iş gəlirsə, özünü nə qədər qınıyır. Allah da bax belə yanaşır, sanki özünü qınıyır bizim başımıza gələn bəlalar üçün. Axı, o yaradıb bizi. O yaradıb bizi. O yaradıb bizi, bizim çətinliklərimizi də özünə aid bilir. Özünə aid hesab eləyir. Mən yaratmışam bunu, dünyaya göndərmişəm. Dünya problemləri indi onu sıxır. Allah deyir, mən yaratmışam. Halbuki təbii ki, Allaha günah nisbəti vermək olmaz. Allahın bu problemlərin yaranmasında heç bir günahı yoxdur. Bu problemlər, bu dünyanın qayda qanunlarıdır. Onlar zəruri olmasaydı, Allah bircəsini də bizə rəva bilməzdi. Və bunu da çox demişik ki, birbaşa onu da cənnətdə yaradardı. Mümkün deyil. Cənnətdə yaratması mümkün olsaydı yaradardı. Allahın qüdrəti çatmazdı. Xeyr, bizim qabiliyyətimiz olmazdı. Bizim qabiliyyətimiz olmazdı ki, orada gedək qərar tutaq bu mərhələni keçməmişdən. Allah yaradıb bizi, rəhmətini bizə çatdırmaq üçün, amma yaradılışın təbii qanunları var. Sanki özünü qınıyır hər bir sıxıntıya görə, mən yaratmışam deyə bu çətinliklərlə üzləşib. O vaxtı bəndə Allaha təvəssüm eləyəm, deyək ki, narahatçılığa əsas yoxdur, mən razıyam. Necə ki, ana özünü günahkar bilər ki, mən deməsəydim, sən belə olmazdın. Onda övlad deyək ki, anacan, narahat olma, keçər gedər. Onda ana bilməz, özünü öldürər uşağı üçün. Problemlərin, sıxıntıların zamanında ki, Allah sənə ürək, dirək verən zaman sən təvəssümlə qarşılayasən, deyəsən, ilahi narahatçılığa əsas yoxdur. Onda Allah neynir? Onda da nə bilim, söz tapmıram neynir? Mələklərin yığır, səni göstərir, fəxr eləyir, deyir, baxın mənim bəndəmə. Görün, mən necə insan yaratmışam. Sanki özünü bizə borclu sayır. Özünü təqsirkar, nəuzubillah, bilir. Bu sözlər hamısı naqisdir. Sadəcə rəhmətini çatdırmaq üçün bu sözlərdən istifadə edirəm. İrfan dili ilə desək bu sadə danışdığımız sözə, irfan terminologiyasına müraciət eləsək, buna dillər riza. Riza budur. İrfan kitablarını açın, əxlaq kitablarını. Riza məqamı haqqında danışırlar. Riza yəni razılıq, Allahdan razı olmaq. Bu riza məqamının mahiyyətini istəyirəm sadə dildə sizə izah eləyəm, çatdırım. Məhərrəm ayında dedik, dəfələrlə demişik, hər il demişik. İmam Hüseyn əleyhissalamın axır saatlarındakı sözündə, bax, rizanın ifadəsidir. Birinci söz ki, deyir, ilahi, rizən bi qəzaik, razıyam sənin təqdiri və hər şeyə razıyam. Allah nələr eləyəcək İmam Hüseyn üçün? Bir balaca ayağım burxulanda razıyam deyəndə Allah səndən fəxr eləyirsə, bu qədər fədakarlıqda Allah səndən razıyam deyənə Allah neynəyəcək? Nələr verəcək? Riza yəni problemləri təbəssümlə qarşılamaq. Allah şahiddir ki, bu söhbətləri danışanda xəcalət çəkirəm. Çünki uzun illər keçir, biz danışırıq, eşidirik, amma halımız dəyişmir. Ən çox da özümü qınıram, çünki mən danışan tərəfəm axı. Sizin işiniz məndən asandır. Sizin işiniz məndən asandır. Get-gedə ömür keçdikcə də danışanın vəziyyəti çətinləşir. İnsan hərdən çönür arxaya baxır, deyir, bəlkə mən kaş həyatda bəlkə başqa yol seçərdim, bu danışmaq yolunu yox.
Çox çətin məsələdir. Çox çətin, mürəkkəb məsələdir. Amma biz gərək bilək də bu din bizdən nə istəyir? Bu din bizi hara çatdırmaq istəyir? Riza, yəni problem vaxtı Allaha təbəssümlə üst tutasan. Deyəsən, mən narahat deyiləm, hər şey əladır. Hər şey əladır. İşin yaxşı gedən vaxt, keyfin kök olan vaxtda deməyəsən. Bəla vaxtı deyəsən. Mən bir hədis oxuyuram əleyhissalamdan sizin üçün. O hədisə baxın. Görün ki, hansı dərəcədə razılıq istəyir Allah bizdən. Buyurur ki, nəzələt ənfusuhum minhum fil bəla kəlləti nəzələt firrəxa. Buyurur ki, asayişdə necə razıdırsa, asayiş vaxtı, bəla vaxtı da elə razıdır, mömindən danışır. Eyni dərəcədə razıdır. Bir var başına bəla gələ deyə, hə, razıyam, eybi yoxdur. Elə bir ki, bir təhər deyir, eybi yoxdur. Razıyam, oldu, şükür Allahın məsləhətinə. Bir var belə deyə, bu qanı eləmir. Bəs neyiniyim, başıma bəla gəlib oxuyub oynayım? Əleyhissalamın sözündən belə çıxır ki, bəli. Oxuyub oynamaq sözün birbaşa mənasında yox ki, sabah bəla gələndə hamımız şey oynayaq. Ruhu hal mənasında. Əleyhissalamın sözündən belə çıxır ki, məsələn, evlənmisən, uşağın doğulan gün hansı haldasan, razısan Allahdan, bəla gələn gündə eyni halda olasan. Danışırıq da, belə görmək istəyirlər bizi. Bəlkə də bir ürəyində deyər ki, bunun başı yəqin xarab olub, bu nə danışır? Amma neyniyim ki, bunu məsumlar deyib, biz də deyirik, deməliyik. Və o yerlərə gedib çatmasaq da eşitməliyik ki, belə olmalıyıq. Belələr də olub. Ki, fərqi yoxdur, əleyhissalam buyurur. Neymət ya bəla, qəlbindəki hal eynidir, eyni sevinç halındadır, eyni razılıq halındadır. Din bizi belə görmək istəyir. Çünki biz nə qədər dua eləsək, bu dünyanın dərdi səri olacaq. Bunu yadınızdadır, Ramazan ayında ətraflı danışmışıq. Danışmağa ehtiyac yoxdur. Hamı, yaşlılarla gedin oturun, yaşlı ağsaqqallar var məclisdə. Sizə danışsınlar da, ömrü xeyli yaşayıblar, desinlər dünyanın dərdlərindən sizə. Yersiz ümidlənməyin ki, problemsiz həyat dualar ellər yeni il ərəfəsində. Bütün arzularınız deyir, həyata keçsin. Olmayacaq. Mən buradan rəsmi elan edirəm o dua eləyənlərə ki, olmayacaq. Özünüzü aldatmayın. Adamın bütün arzuları həyata keçməyəcək. Bəs nikbin olmalı. Nikbin oluyor, reallığı dəyərləndirib nikbin ol. Özü alladıb nikbin olmağın mənası yoxdur. Reallığı tanı, nikbin ol. Reallığa uyğun nikbin ol. Problem olacaq. Devalvasiyada olmasa başqa problem olacaq. İndi axırı problem olacaq. Problem, siz həyat yaşamaq mümkün olmayacaq. Bir halda ki, problem olacaq, əlac nədir? Deməli, insanın şadlığı, sevinci, bəlanın olmamasında deyil. İnsanın şadlığı, sevinci, bəlaya razı olmaqdadır. Başqa çıxış yol qalmır. Mənim şadlığım bəlanın olmamasındadır, hər şey qaydasındadır, şadam. Bu, şadlıq buna bağlı olmamalıdır. Mənim şadlığım, sevincim bəlaya razı olmaqda olmalıdır, çıxış yolu bundadır. Bəlaya razı olmaq, problemə təslim olmaq deyil, problemin həllinə çalışaraq razı olmaq. Çalışmaq bizim vəzifəmizdir. Problemin həllinə çalışmaq vəzifəmizdir, razı qəlblə çalışmaq. Çox uzatdım müqəddiməni, gəlirəm İmam Həsən əleyhissalamın hədisinə. Buyurur, mən zəmanət verirəm, mən İmam Həsən. Zəmanət verirəm o kəs ki, qəlbində razılıqdan başqa heç nə yoxdur, onun duasını Allah mütləq qəbul eləyəcək. Mən İmam Həsən zəmanət verirəm. Ənə zamin, ərəbcəsini deyim, arxain olasınız. Ənə zamin limən ləm yəhciz fi qəlbihi illər rıza ən yəd'uvəllah fəlyüstəcəbu ləh.
Buyurur ki, mən söz verirəm, zəmanət verirəm, bir insanın qəlbində razılıqdan başqa bir şey olmasa, Allah onun duasını qəbul edəcək. Razıyam, hər halımla razıyam. Hər halımla təbəssüm eləyirəm. Bəlalara razıyam. Sən belə dinən, Allah deyir, mən dəyişin vəziyyəti. Girey güzar eləmə o saat, şikayət eləmə. Üzündən qəm tökülməsin. Üzüyün rəngi qaralmasın. Dərdə, qəmə düşməyəsən bu problemlər üçün. Şikayətlə dua eləməyəsən, rizayətlə dua eləyəsən. Ona görə deyirlər, dualarda əvvəl şükür eləyin. Həmdlə başlayın ki, razıyam, sonra istəməyə başlayın. Deyin ki, ilahi, mənə bəlalar verirsən, bəziləri günahlarıma görədir. Günah eləmişəm, dünyada bəla verirsən, əslində əvəz-əvəz olmalıydı. Günah, bəla. Amma hələ bu bəla ilə təmizləyirsən məni. Hazırlayırsan ki, o yana dahi mənim günahım qalmasın. Burada təmizləyirsən. Ya belədir, ya mənə bəla verirsən ki, məni inkişaf elətdirəsən, təkamülə çatdırasan. Hər iki halda rəhmətdir bu. Hər iki halda sevgidən başqa bir şey deyil. Belə bir hədis oxumuşdum yaxında. Çox təsir elədi mənim özümə bu hədis. Deyir, Allah hər bəndə üçün bir məqam müəyyən eləyib. Görəndə ki, ibadətlə getmir o məqama tərəf. İstəyir o məqama getsin. Görür ki, ibadətlə eləmir, onda bəla ilə istəyir çatdırsın ora. Olmaz ki, nə ibadətlə, nə bəla ilə olmasın, olmaz. Olsaydı, elə eləyərdi. Hər halda rəhmətdir, hər halda nəvazişdir. Biz başımızın üstündə bir məmur kimi görürük ki, Allah'a, bax, nə qədər danışsaq belədir. Ki, gözləyir, səhv eləyək, vursun bizi. Qorxumuz da belə qorxudur bizim Allah'tan, ona görə bir yerə çata bilmirik. Bizim qorxumuz belə qorxudur. Biz Allah qorxusu deyəndə əyilir ki, vurma. Belə yaşayırıq biz. O bizim tərəfimizdədir. O bizimdir. Biz onun adamlarıyıq. Bizi yaradıb, bəndələri. Ancaq bizim üçün rəhmətdən ibarətdir. Onun bütün lütfləri, bəlaları. O fürsət gəzmir bizdən intiqam alsın. İntiqam alıb nə olacaq ki? Bizə baş qoşsa nə olacaq ki? Biz başa düşsək bunun fəlsəfəsini ki, bu hər halda bizi nəvaziş eləyir. Ondan razı olaq, bəzən bir dənə bunu istəyir ki, razı olaq, o da dəyişsin vəziyyət. Biz bunu eləmirik, dua da eləyirik, duamız eşidilmir. Başa düşək, razı olaq ki, bax, sən mənim üçün rəhmət nazil elirsən, onu başa düşəndə Allah dəyişir vəziyyətimizi. Çünki önəmli olan bizim halımızdır. Bizim Allah haqqında ilk bildiyimiz şey bu olsun ki, sən bizi sonsuz dərəcədə çox istəyirsən. Bunu ki, bildiyi, arxain olaq bundan. Deməli, nə eləyirsən, sevdiyindən eləyirsən. Nə inirsən, sevdiyindən eləyirsən. Onu da başa düşdü, ondan sonra indi dua elə. İmam Həsən deyib, bax, belə dua elə, mən zəmanət verirəm, qəbul olacaq. Mən sizə söz verirəm. Təbəssümlə davranaq. Bəs axı, ağlamaqdan çox danışılır. Deyiblər, ağlayın. Göz yaşı, bir damcı tökülsə bu qədər insan bağışlanar filan. Əvvəla bunu deyim ki, hər ağlamaq düzgün ağlamaq deyil. Məsələn, birinin ürəyində qonşusuna qarşı həsəd var. Evdən çıxır, görür, qonşu təzə maşın alıb, ağlamaq tutur bunu. Gedir, deyir, ay Allah, ağlaya-ağlaya, onun məhv elə qonşumu, onun əlindən al, nə vermirsən. Bu ağlamağın qiyməti, dəyəri yoxdur. Hər cür ağlamaq dəyərli deyil. Təbəssümdən doğan göz yaşı heç olub həyatınızda? Sevinclə qarışıq göz yaşı. Allahın sənə olan sonsuz məhəbbətini görüb ağlayasan. Sən məni sevirsən, mənə bəla nazil eləyirsən ki, məni islah eləyəsən, amma mənim gücüm çatmır. Öz zəifliyi ağlayasan. Onun bəlasına yox, öz zəifliyi ki, mənim gücüm çatmır. Daşıya bilmirəm, mən azizəm, öz zəifliyi qabardasan ki, bu bəlaya mənim gücüm çatmır. Öz nöqsanıva ağlayasan. Ondan işin yoxdur, ondan gələn hər şey xeyirdir. Məndə nə çatışmazlıq var, o çatışmazlıqları qabardıb ağlayasan.
Səndən narazı olub ağlamıram, özümdən narazıyam. Qarlı havada mən sözümü çox uzatmıram. Görün nə xoşbəxt insanlardır ki, Allah ən Quranda qəlbə təsir qoyan ayələrdən biri budur. Ya eyyətuhan nəfsul mutmainnə, irci'i ilə rabbiki radiyətən mərziyyə, fədxuli fi ibadi vədxuli cənnəti. Ey aram olmuş nəfs, ey rahat olmuş, aramlıq tapmış ruh, dön Rəbbivə tərəf, irci'i ilə rabbiki, hansı halda radiyətən mərziyyə. Sən ondan razısan, Allahdan razısan, o səndən razıdır. İkisi də bir-birindən razıdır. Bunun mükafatı nədir? Fədxuli fi ibadi, bəndələrimin cərgəsinə daxil ol. Bəndələr kimdir? Onlar ki, Quranda deyib, ni'məl əbd, mənim gözəl bəndəm, peyğəmbərlər, imamlar. Bəndələrimin yanına get. Yəni, bu adi məqam deyil. Bəndələrimin yanına get və fədxuli cənnəti. Cənnət sözünün axırında i var, yə. O yə nisbət verir Allaha, yəni öz cənnətimə. Öz cənnətimə daxil ol. Hər cənnətə yox. Bu rizanın nəticəsidir. Həmişə sən məndən razı oldun, mən də səndən fəxr elədim. Mən də qarşılıq olaraq səndən razı oldum. Sən məndən razısan, mən səndən razıyam, nəticə. Belə ömrün nəticəsi nə olur? Belə ömrün nəticəsi fədxuli cənnəti. Öz cənnətimə daxil ol. Öz yanıma gəl. Meyvə cənnəti deyil. Hərçənd ki, meyvəsi də var, sizi o düşündürən başqa şeylər də var, hamısı orada var. Amma onun yanında elə şeylər var ki, bunlar ondan müqayisəyə gəlməz nemətlərdir. Bu, razılıq məqamının mükafatıdır. Bu, günkü söhbətimiz müqəddimə olsun. Allah bizə qismət eləsə, ömür versə, gələn həftələrdə ömrümüz olsa, riza haqqında ətraflı danışarıq. Çox maraqlı, şirin bəhslər var, mövzular var. Allah bizi bu danışılanlara əməl edənlərdən qərar versin inşallah. Nəuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İzə cəə nasrullahi vəl-fəth fərəitən nəsə yədxulunə fi dinillahi əfvacə fəsəbbih bihamdi rabbikə və estəğfirhu innəhu kənə təvvabə. Sadaqallahul aliyyul azim.